Salam hər kəsə. Gəlin heç vaxt itirmədən birbaşa mövzuya keçək. Bilirsiniz, bəzən bir insanın bizə qarşı həqiqi hisslərini anlamaq çətin olur. Bax, bugün biz o demək olar ki, gözlə görünməyən, amma çox şey deyən o incə işarələrdən danışacağıq. Bir anlıq dayanıb bu sual haqqında düşünün. Heç belə bir şey yaşamısınız. Kimin nəsə danışırsınız, sanki hər şey yolundadır, amma içərdə nəsə bir boşluq, bir uyğunsuzluq hiss eləyirsiniz. Sanki nəsə çatmır. Hə, baxın, bəzən elə insanlar olur həyatımızda, üzdən baxanda çox yaxın dost, hətta partnyor kimi görünürlər, elə deyilmi? Onlarla vaxt keçiririk, söhbət edirik və hər şey sanki mükəmməl görünür. Amma söhbət dərinləşdikcə nəsə bir qəribəlik, bir soyuqluq hiss edirsən. Elə bil səni eşidirlər, amma əslində qulaq asmırlar. Bu da, bilirsiniz, aranızda o görünməz divarı, o məsafəni yaradır. Yaxşı, bəs bu hiss? Bəlkə də biz özümüzdən uydururuq, hə? Xeyr, heç də elə deyil. Əslində bu hiss çox vacib bir göstəricidir və bunun çox aydın bir psixoloji izahı var. Bax, bu gizli işarəni psixologiyada fasilə dinamikası adlandırırlar. Nə deməkdir bu? Bu o deməkdir ki, qarşınızdakı insan sizi anlamaq üçün qulaq asmır. Yox, sadəcə susur ki, öz danışmaq növbəsini gözləsin. Fürsət axtarır. Gəlin belə baxaq, söhbətdə əslində iki fərqli məqsəd var. Bir tərəfdə sizə həqiqətən dəyər verən, sizi sevən insan var. Onun bütün məqsədi, bütün diqqəti sizi anlamaqdır. O həqiqətən nə dediyinizi bilmək istəyir. Digər tərəfdə isə o bir insan var. Onun məqsədi tam fərqlidir. O, sadəcə sizin cümlənizin bitməsini, bir anlıq nəfəs dərməyinizi gözləyir ki, araya girib öz fikrini desin. Yəni, başa düşürsüz, biri sizinlə əlaqə qurmağa çalışır, o biri isə sadəcə söhbəti öz nəzarətinə almaq, dominant olmaq istəyir. Amma bu hamısı deyil, bu maraqsızlığı təsdiqləyən başqa bir çox aydın davranış da var. Gəlin indi də ona baxaq. Bax, bu adamlara bəzən söhbət oğruları da deyirlər. Heç rast gəlmisiniz? Siz məsələn gününüzün necə keçdiyindən danışırsınız, o isə bir yol tapıb dərhal mövzunu öz gününə, öz həyatına çevirir. Bax, bu artıq qırmızı bayraqdır, çox aydın bir siqnaldır. Deməli, proses adətən belə gedir. Çox sadədir. Baxın, siz bir mövzu ortaya atırsınız. Sonra o, sizin dediyinizlə bağlı çox kiçik, əhəmiyyətsiz bir detal tapıb araya girir. Və bir də gözünüzü açıb görürsünüz ki, söhbət artıq sizinlə bağlı deyil. Tamamilə onun haqqındadır. Və işin ən vacib, ən can alıcı nöqtəsi də bax budur. Bu tip davranışlar birbaşa onu göstərir ki, qarşınızdakı insanın sizə, sizin düşüncələrinizə, sizin həyatınıza qarşı fundamental, yəni köklü bir marağı yoxdur. Yaxşı, bura qədər hər şey aydındır. Bəs bütün bunları bildikdən sonra nə etməliyik? Bu məlumatla necə davranmalıyıq? Bax, indi gəldik bu məsələnin ən güclü, ən vacib hissəsinə. Cavab əslində elə özümüzdədir. Bax, bu məsləhət ilk baxışdan çox sadə görünə bilər, amma əslində çox dərindir. Yadınızdadır, lap əvvəldə danışdığımız o narahatlıq hissi, o qəribə boşluq hissi. Bax, o əslində sizin intuisiyanızdır, sizin daxili səsinizdir sizə pıçıldayan. Və bilin ki, o səsə güvənməlisiniz. Çünki bir qayda olaraq insanların bizə qarşı münasibəti ilə bağlı o ilkin hisslərimiz, o instinktlərimiz demək olar ki, həmişə doğru çıxır. Və sonda, gəlin bu çox vacib sual üzərində düşünək. Bir anlıq dayanın və fikirləşin. Həyatınızda, ətrafınızda olan insanlardan hansı sizi mühakimə etmək üçün ya da sözünüzü kəsmək üçün deyil, sadəcə sizi anlamaq üçün dinləyir. Bu sualın cavabı, inanın mənə, çox şey dəyişə bilər.